Və Muaviyə də bu xəbər çatırdı, Muaviyə narahat olurdu ki, Mədinə cəmaatı Səid ibn Osmana rəğbəti var. Ona görə çağırdı onu, Səid ibn Osmanı Şama. Dedi, Mədinədən belə xəbər yayılıb, insanlar belə deyirlər ki, sən məndən sonra xəlifə səni görmək istəyirlər. Səid ibn Osman dedi ki, niyə də olmasın? Niyə də olmasın? Mənim atam Yezdin atasından, elə Muaviyyənin özünə deyir, Yezdin atasından üstün, anam onun anasından üstün, özüm də ondan üstün. Muaviyyə dedi ki, sənin atan məndən üstün, onu düz deyirsən. Anan da Yezdin anasından üstün, onu da düz deyirsən. Sözlərin doğrudur, amma mən istəmirəm, mənim xilafət dönəmimdə belə iki tirəli yaransın. Ona görə mən Ziyad ibn Əbihə tapşırmışam. Ziyad ibn Əbi bizim bildiyimiz o İbn Ziyad, Allah bəlasını versin, onun atası. Ziyad ibn Əbihə tapşırmışam, çünki o vaxtı İraqda vali o idi. Muaviyyənin valisi, mən ona tapşırmışam, sən ged onun yanına, o sənə Xorasan hakimliyin verəcək. Orada ona görə onu uzaqlaşdırmaqdan ötürü